Bu video Azərbaycan üzrə ilk dəfə də yayımlanır. Bu həqiqətləri heç kim sizə deməz. İranda çörək 3 qəpikdir, qaz, su, işıq bulu üçü bir yerdə ayda 10-15 manatdır. Prezidenti tənqid etmək, ona irad bildirmək azaddır. Bu barədə minlərlə İranlı vətəndaş video çəkir və həbs olunmur. Bəzi illərdə Ərbəyin ziyarətinə getmək üçün Kərbala ziyarətinə faizsiz kredit verirlər ki, Kərbala ziyarətinə getsin. Onlar ki, maşını yoxdur, İran maşınlarını puşqatma yolu ilə yarı qiymətə verirlər. 100 mindən çox ehtiyaclı kasıb ailələrə pulsuz ev tikilib, təhvil verilib. Şəhid şəkilləri cırılmır, sökülmür və hər kim istəsə öz maşınına rahat şəkildə vura bilər. İş yerində saqqal saxlamaq, namaz qılmaq, oruç tutmaq azaddır. Hərbi hissə, zindan, məktəb və universitetlərdə məscid mövcuddur, Hüseyniyyə mövcuddur və bir çoxunda da bir ruhanini təyin ediblər ki, onların suallarına cavab versin. Hər kimin maşını varsa ona dövlət kart verir. 60 litr 2 qəpikdən, 60 litr 4 qəpikdən vurur, qalanı isə 6 qəpikdən vurur. Azərbaycanda 200 manata aldığımız dərmanlar İranda 10-15 manatdır. Azərbaycanda keyfiyyətsiz, İranda isə keyfiyyətlidir. Bunu bütün dünya bilir. Sığortaya ayda 15 manat ödəyirsən, həkim dərman xidmətləri 50, 60, 70% endirimdir. Əgər ev sahibi olmaq istəyirsənsə, pulun 1/3-ni ödəyirsən, qalanını isə hissə-hissə ödəyirsən və ev sahibi olursan. Əgər 3-cü övladın olarsa, sənə 200 metr torpaq verirlər ki, özünə ev tikəsən. Birinci uşağın olarsa 500 manat faizsiz kredit, ikinci uşağın olarsa 1000 manat faizsiz kredit, üçüncü uşağın olarsa 1500 manat faizsiz kredit verilir. Əgər övladın olarsa, yəni xanım hamilə olarsa, 3-cü aydan ta 1 yaş yarıma qədər dövlət ona hər ay 30 manat pul verir. Evlənəndə oğlan tərəfinə 5000 manat, qız tərəfinə isə 5000 manat faizsiz kredit verilir və bu 5000 manatı 10 ilə ödəyirsən. Hər ay hər bir İranlıya 20 manat pul verilir. Əgər ailədə 4 nəfərsinizsə 80 manat pul verilir. Neçə min Əfqan şəhidlərinə İran dövləti pasport və ev verib. Tacir, biznesmen, iş adamlarına 10 min dollardan ta 200 min dollara qədər kredit verilir və 2 il ondan pul alırmır. Əgər qazilərə, şəhid ailələrinə, əskərlərə ondan xidmətləri bilmək istəyirsinizsə izləmədə qalın. Əgər bunları bilsəz, 3 qəpikdən hər gün bir təsbih uşaq qatillərinə lənət göndərərsiniz.